Хорошо, добрый вечер. Beləliklə axşamınız xeyir. Мы продолжаем наш предмет подготовка к жизни в команде. Biz komanda həyatına hazırlıq fənimizi davam Я etdiririk. думаю, что в этом семестре мы его завершим. Düşünürəm ki, bu semestrdə onu bitirəcəyik И теперь давайте помолимся, начнем наш урок. və indi dua edək dərsimizə başlayaq. Господь, спасибо Тебе за этот новый семестр Ya Rəbb, minnətdarıq sənə bu yeni semestrə görə и просим Твоего благословения на эти два урока, которые будут преподаваться. və sənin xeyir duanı istəyirik bu iki dərs üçün ki, burada bu günləri təlim keçiriləcək. Прошу Тебя, благослови каждого из нас сейчас. Xahiş edirik bizim hər birimizə xeyir dua ver. Во имя Иисуса молимся. İsa Məsihin adı ilə dua edirik. Аминь. Amin. Хорошо. Теперь мы опять-таки продолжаем говорить о команде. Və biz davam edirik komanda haqqında danışmağa. Это сердце, можно сказать, сердце церкви. Bu demək olar ki, kilsənin ürəyidir. Потому что команда, она занимается служением церкви. Çünki komanda kilsə ilə məşğuldur. Служением церкви. Kilsənin xidməti ilə Оно məşğuldur. выигрывает людей. O qəlbləri Оно udur. задействовано в каких-либо служениях. O müxtəlif demək xidmətlərdə cəlb olunur müxtəlif xidmətlərə. Как мы говорили, что, конечно, если мы посмотрим на это идеально, Necə ki biz deyirdik, əgər biz buna ideal bir şəkildə то baxsaq, вся церковь, она должна быть командой, onda bütün kilsə komanda olmalıdır. которая посвящает себя Господу Hansı ki özünü Tanrıya həsr edir. и функционирует в тех дарах, которые Господь призвал его. Və o ənamlarda özünü funksionaldır ki, onlara Tanrı onu çağırıb. Но у нас есть человеческий фактор, и не всегда так происходит. Amma bizdə insan faktoru olduğuna görə hər zaman bu belə baş vermir. Но мы опять начинаем говорить в этом семестре о служении и отношениях в команде. Və biz bu semestrdə də yenə də xidmət və komandadakı münasibətlər И haqqında сегодня danışacağıq. несколько пунктов мы пройдем. Bu günlər biz bir neçə punktun üzərindən keçəcəyik. Что такое хорошая команда? Yaxşı komanda nə deməkdir? То есть, кто эти люди? Yəni ki, bu insanlar kimdirlər? Хорошая команда – это когда я знаю своего Господа. Bu odur ki, mən öz Tanrımı tanıyıram. Хорошая команда – это когда я знаю самого себя в Господе. Yaxşı komanda odur ki, mən Özümü tanıyıram Rəbdə. Özümü Rəbdə yaxşı tanıyıram. Понимаете, что нужно для этого? Bunun üçün nə lazımdır bizə? Мне нужно взаимоотношения с Господом. Mənə Tanrı ilə münasibətlər lazımdır. Мне нужно больше знать Его. Mənə onu daha çox tanımaq lazımdır. И Он будет делиться со мной любовью. O mənimlə bölüşəcək öz məhəbbətini. Он будет говорить мне, кто я во Христе. O mənə deyəcək ki, mən Məsihdə kiməm. Не кто-либо в миру будет как бы определять, кто я такой. O dünyadakı kəslər mənim kim olduğumu təyin etmirlər. Но сегодня, когда я стал верующим во Христа, Amma o zaman ki mən Məsihə imanlı oldum, кто я такой во Христе? kiməm mən Məsihdə? Это очень важно. Bu çox vacibdir. Когда мы в команде, O zaman ki biz komandadayıq. когда мы следуем за руководителем. O zaman ki biz rəhbərin dalınca gedirik. Когда мы строим взаимоотношения друг с другом в команде. O zaman ki biz komandada münasibətlər qururuq. Мы должны знать, кто я сам во Христе Иисусе. Və biz anlamalıyıq ki, biz Məsihdə kimik. И также знать члена команды, кто он во Христе Иисусе. Və komandanın üzvlərini də tanımalıyıq ki, kimdir o adam komandada. Потому что каждый из нас пришел с мира. Çünki bizim hər birimiz dünyadan И мы gəlmişik. стали частью тела Христа. Və biz Məsihin bədəninin bir üzvü olduq. И Бог приглашает нас в свою команду. Və Tanrı bizi öz komandasına dəvət edir. И теперь давайте подумаем. İndi gəlin düşünək. Потому что есть некоторые принципы, которые помогают команде жить на миссионерском поле. Çünki bir neçə prinsip var ki, komandaya misioner sahəsində, çölündə
mövcud olmağa kömək edir. Но прежде чем я буду на миссионерском поле, Amma missiya çölünə getmənizdən мне öncə хорошая команда, она знает завершенную работу Христа. yaxşı komanda bu Məsihin bitirilmiş işini bilir. Знаете завершенную работу Христа? Məsihin bitirilmiş işini bilirsiniz? То, что сделал Христос на кресте. O işi ki Məsih çarmıqda görüb И он сказал, свершилось. və o dedi, tamam oldu. Все планы работы Божьей завершилась на кресте. Və Весь план Tanrının bütöv о спасении planı человечества, insaniyyət оно было haqqında завершено на кресте. o çarmıqda tamam oldu. Сегодня я прощен, Bu gün mən bağışlanmışam, я принят, mən qəbul я edilmişəm, возлюблен, mən sevilmişəm, я помещен в царство возлюбленного Сына. mən sevimli oğlun padşahlığına И yerləşdirilmişəm. это истина, которая никогда не будет меняться. Və bu həqiqətdir ki, heç vaxt dəyişməyəcək. Понимаете? И есть много деталей, о которых можно сказать. Və çoxlu detallar var ki, bu haqqda danışmaq olar. Также есть позиционная истина, Eləcə də mövqeyi həqiqət var. в которой я живу. O hansında ki mən yaşayıram. Понимаете? И команда должна знать это. Və komanda bunu И bilməlidir. принимать друг друга в этой позиционной истине. Və bu mövqeyi həqiqətdə biri-birini qəbul etməlidir. Давайте откроем один отрывок. Gəlin bir parçaya baxaq. Первое послание Коринфянам, 15 глава. Korinfillərə 1-ci məktub, 15-ci fəsil. Там говорится в начале главы о том, что есть свидетели того, что происходило и что произошло с Иисусом Христом. Orada yazılıb ki, şahidlər var ki, onlar şəhadət edirlər Məsihlə baş Что verənlər Он barədə. пришел, Он умер и Он воскрес. Ki o gəldi, öldü və dirildi И Он явился многим. və çoxlarına göründü. И это подтверждает tу работу, которую Он сделал на кресте. Və onun gördüyü işi bu təsdiq edir. И теперь здесь Павел говорит о самом себе. Və burada Pavel özü haqqında deyir. Что после всего, как Он явился всем, Он является и мне. Hamıya görünəndən sonra o mənə də göründü. С 8 стиха здесь говорится. 8-ci bənddən deyilir. А после всех явился и мне, как некоему извергу. Və hamıdan sonra bir Bibliyanı götürebilirsin sen. bəli. Mək. Neçənci bənd idi? 8. 8-ci bənd. Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü. Ибо я наименьший из апостолов и недостоин называться апостолом, потому что гнал Церковь Божию. Çünki mən həvvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvvari adlanmağa layiq deyiləm. Интересно, я думал об этом стихе как-то по-новому, Və mən bu bənd haqqında yeni cür baxırdım потому что artıq buna. первую часть как-то мы упускаем. Çünki birinci hissəni biz sanki gözdən buraxırıq Но мы adətən. как бы больше концентрируемся на второй части этого отрывка. Və biz bu parçanın ikinci hissəsində daha çox diqqətimizi Когда с yönəldirik. 10 стиха Павел говорит: «По благодати Божией есмь то, что есмь, и благодать его во мне не было тщетна, но я более всех их потрудился. Amma Не я, впрочем, а благодать Божия, которая со мною». demək biz 10-cu bəndə baxırıq ki, adətən. Amma indi hər nəyəmsə Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyil. Çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox. Allahın məndə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi. Beləcə, istər mən, istərsə də onlar bu cür vəz edirik. Siz də belə iman etdiniz. Я сказал только 10 стих, да. Итак, мы видим первая часть и вторая часть стиха. Və biz görürük То есть отрывка. bu parçanın birinci hissəsini və ikinci hissəsini. Первая часть говорит о том состоянии, в котором находился Павел. Birinci hissə Pavelin olduğu vəziyyət haqqında danışır. До того, как он принял Христа. Məsihi qəbul edənə qədər. Правильно? Вы согласны с этим? Razısınız Что bundan? я был неким извергом, который гнал церковь. Ki mən nə vaxtsa Tanrının kilsəsini qovan oldum. И я думаю, что это правильное
определение нашего состояния до того, как мы поверили. Mən düşünürəm ki, biz iman edənə qədər olan bizim mövqeyimizi göstərən bir vəziyyətdir bu. И вторая часть, Və ikinci он говорит, hissə, теперь по благодати Божией я есть тот, кто я есть. ikinci hissə deyir ki, Rəbbin lütfü ilə kiməmsə oyam. Потому что работа была завершена. Çünki iş bitirilib. Я не смог это сделать, но благодать Божия делает это во мне. Mən bunu edə bilməzdim, amma məndə bunu edən Tanrının lütfüdür. И он здесь вкладывает то, что все это служение, весь мой призыв, мое следование за Господом зависит от него. Və mənim bütün fəaliyyətim, bütün Tanrının dalınca onu getməyim ondan asılıdır. Я не заслужил этого. Mən buna layiq deyildim. Но по благодати Божией я есть тот, кто я есть во Христе. Amma Tanrının lütfüne görə kiməmsə oyam И Məsihdə. каждый член команды, он должен думать о себе таким образом. Və komandanın hər bir üzvü də bax beləcə düşünməlidir. Потому что вы столкнетесь с трудностями. Çünki siz çətinliklərlə üzləşəcəksiniz. Может быть, с ошибками, неудачами. Ola bilər ki, bu demək səhvlər И все olsun. будет получаться. Hər şey belə yaxşı alınmayacaq. Также и у другого члена команды. Və yaxud da ki, komandanın digər üzvündə də. Но мы смотрим друг на друга Amma biz biri-birimizə belə baxırıq. через призму завершенной работы. Bitirilmiş işin prizmasından baxırıq. И применяем в своем сердце ту позиционную истину, о котором Бог говорит нам. Və öz ürəyimizdə Tanrının bizə dediyi o mövqe, həqiqəti qəbul edirik. Но здесь говорится, что происходило со мной до того, когда я принял Христа. Amma burada yazılıb ki, mən Məsihi qəbul etməzə qədər mənimlə nə baş vermişdi? Я был неким извергом. Mən sanki bir yad idim. Яд его изверг. То есть интересно, здесь говорится, изверг говорит о выкидыше. Və bu vaxtından qabaq doğulmuş, yəni vaxtından qabaq Даже doğulmuş. не vaxtından qabaq, ağlı başlı, да, сделано, то есть вышедший через аборт, можно сказать. Ki deyək ki, məsələn, abort vasitəsilə doğulmuş. То есть выкидыш. Yəni ki, В прямом смысле слова, в оригинале. Да. И выкидыш это не тот, кто является, то есть родившись до времени и не слишком полноценный. Yəni ki, bu vaxtından əvvəl odur ki, bu deyil ki, sən vaxt normal doğul. Hə, yəni tam qeyri-normal doğulmaq kimi bir şey deyil. То есть, но здесь это слово говорит о том, что я не годен для жизни. Bu deməkdir ki, mən həyat üçün, yaşamaq üçün yararlı deyiləm. Правильно? Это та жизнь, которая у нас была до Христа. Bu o həyat idi ki, Məsihə qədər bizdə Она var idi. полностью негодна была для жизни. O həyat yaşamaq üçün yararsız idi. Bu ölü bir həyat idi. И завершенная работа Христа, Və Məsihin bitirilmiş işi, она делает меня полноценным. o məni yararlı tam edir. Понимаете? И это все по благодати. Və bunlar da lütfə görədir. Теперь я живой. İndi isə Теперь я mən полноценный. canlıyam və tamam Теперь я доступен для Бога. və mən Tanrı üçün əl çatanam Теперь у меня есть дары, və mənim ənamlarım var которые Бог дал мне. və bu ənamları da Tanrı mənə verib. Но грех сделал человека, то есть приостановил в человеке развитие. Amma günah insanda bu boyatmanı, bu böyüməni ləngitdi, yubatdı. И теперь, когда я не понимаю этого отрывка Və o zaman ki mən indi bu bəndi başa düşmürəm и того, в чем живет Павел, və başa düşmürəm ki, Pavel nədə yaşayır, и я не понимаю, допустим, как мне жить дальше во Христе, onda mən anlamıram ki, mən Məsihdə necə yaşaya bilərəm. потому что я чувствую себя неполноценным. Çünki özümü qeyri tam hiss edirəm. Понимаете, это Бог вывел меня оттуда, Он сделал меня полноценным, но я продолжаю думать о том, что я есть изверг. Yəni Tanrı məni bu vəziyyətdən çıxartdı, amma mən hələ də düşünürəm ki, mən tam deyiləm. Понимаете?
И это на самом деле план дьявола, Və əslində bu iblisin planıdır чтобы держать меня в этом состоянии. ki, məni bax belə vəziyyətdə saxlasın. Но мы видим, Павел разобрался с этим очень быстро, Və biz правильно? görürük ki, Pavel bunun öhdəsindən tez gəldi Он сказал, что теперь уже по благодати Божией я есть тот, кто я есть. və biz görürük ki, o deyir, Rəbbin lütfü ilə kiməmsə oyam. Я теперь не изверг, İndi mən artıq tərk но edilmiş я kəs deyiləm, полноценный человек. amma tam bir insanam И это сделал Бог в моей жизни. və Tanrı məni həyatımda bunu И etdi. поэтому сегодня мы, как верующие и члены команды, мы должны думать о себе таким образом. Ona görə də biz imanlılar kimi və komanda üzvləri kimi bu haqda belə düşünməliyik. Потому что Бог избрал нас, Çünki Tanrı bizi и Он seçdi поставил нас на служение, və bizi xidmətə qoydu и Он, если нужно, направляет нас на миссионерское поле. və əgər lazımsa bizi missiya çölünə göndərir. Или же мы здесь, находясь в домашней базе, Və yaxud da ki, ev bazasında olaraq мы являемся полноценными для того, чтобы служить Церкви Божией. biz tam oluruq ki, kilsada xidmət edək. И, конечно же, это исходит от того, как я живу в своей практически христианской жизни. Əlbəttə ki, В bu первую очередь. ilk növbədə oradan qaynaqlanır ki, mən öz praktiki xristian həyatımı necə yaşayıram. Хорошо? И теперь то, что сделал Бог в нашей жизни. Beləliklə, o şeyi ki, Tanrı bizim həyatımızda etdi, Он разобрался с нашим прошлым. o bizim keçmişimizin öhdəsindən gəldi. Чтобы мы больше не были, не жили в этой проекции, которую дьявол приготовил для нас. Ki biz artıq iblisin bizim üçün hazırladığı o proyeksiyada, o planda yaşamayaq. Потому что в втором послании к Коринфянам, 5 главе, Çünki Korinflərə 2-ci Korinflərə məktubun 5-ci fəslində 16-17 стихи говорят об этом. 16-cı, 17-ci bəndlər bu haqqda danışır. Потому отныне мы никого не знаем по плоти. Если же и знали Христа по плоти, то ныне уже не знаем. Итак, кто во Христе, тот новая тварь. Древнее прошло, теперь все новое. Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi nəzərdən tanısaq da, indi onu elə tanımırıq. Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır. Köhnə şeylər keçib getdi. Təzə şeylər gəldi. Это то, как мы, находясь в команде, должны думать друг о друге. Bu komandada olaraq biz biri-birimiz haqqında necə davranmalı И olduğumuzu то, как göstərir. руководитель команды, он должен вкладывать в нашу жизнь, говоря об этих вещах. Və eləcə də komandanın rəhbəri bu haqda danışaraq bizim həyatımıza maya qoymalıdır. Понимаете? Это каждодневный вклад. Bu gündəlik qoyulan mayadır. То есть мы видим, что Павел говорит, что я был извергом, Biz görürük ki, Pavel deyir ki, mən inkar edilmişdim, но моя жизнь изменилась. atılmışdım, amma mənim həyatım dəyişildi. По благодати Божией я есть тот, кто я есть. Allahın lütfü ilə mən kiməmsə oyam. И теперь я не нахожусь в этой проекции дьявола, чтобы он держал меня в этом прошлом состоянии, в котором я находился. Və mən artıq iblisin bu proyeksiyasında deyiləm ki, o məni keçmişdəki kimi saxlasın. Понимаете? Потому что древнее прошло, теперь все новое. Çünki keçmiş şeylər hər şey getdi, indi hər şey yenidir. Хорошо? Давайте поговорим о некоторых пунктах. Gəlin bir neçə punkt haqqında danışaq. Первое. Birincisi, То, что происходит в команде и отношение руководителя к команде. Komandada baş verən və rəhbərin komandaya olan münasibəti. Мудрый руководитель, он выслушивает предложение своей команды до того, как комментировать что-то. Müdrik rəhbər kommentariya verməmişdən öncə komandasının fikrini öyrənir. И также это не только к руководителю касается, но также членам команды. Bu təkcə rəhbərə aid deyil, eləcə komanda üzvlərinə aid olan bir И xüsusiyyətdir. руководитель никогда не боится, чтобы где-то потерять свою репутацию и власть.
Və rəhbər qorxmur ondan ki, öz səlahiyyətini və yaxud da ki, öz hörmətini itirər. Потому что на самом деле наша репутация, она не наша репутация, но Иисуса Христа. Çünki bizim hörmətimiz bu əslində bizim deyil, Rəbbin hörmətidir. И мы хотим, чтобы нас знали как имеющие Дух Божий, Və Дух слуги. ona görə də biz istərdik ki, bizi xidmətçi ruhu ilə tanısınlar. Иисус Христос говорил своим ученикам: İsa Məsih öz şagirdlərinə deyirdi: кто хочет быть первым, стань последним. Birinci olmaq istəyən qoy sonuncu olsun. Кто хочет быть первым, тот стань слугою. Kim birinci olmaq istəyirsə, qoy xidmətçi olsun. И вот это начинает развивать команду. Və bu komandanı inkişaf etdirir. И они видят, что этот ruководитель, он доверяет им. Və onlar görürlər ki, bu rəhbər onlara etibar И edir. он заботится о них. Onların qayğısına qalır. И они думают, что я не просто так здесь нахожусь. Onlar deyirlər ki, mən burada boş-boşuna dayanmamışam. Но мы делаем работу Божию вместе. Amma Tanrının işini birgə görürük. Мы слушаем друг друга Biz biri-birimizə qulaq и asırıq доверяем друг другу. və biri-birimizi etibar edirik. Понимаете? Поэтому мы можем говорить. Ona görə də biz deyə bilərik. И вполне возможно, может быть среди нас Нафан. Və ola bilər ki, bizim aramızda Nafan da olsun. Понимаете, кто такой Нафан был? Это пророк, который пришел и говорил Давиду о грехе, который он совершил. Natan o kəs idi ki, Davudun yanına gəldi və onun etdiyi günah haqqında onu ifşa etdi. И он почитал Давида. Və o Davuda ehtiram И его göstərdi. обличение было сделано в любви. Onun bu ifşası məhəbbətdə И görüldü. мы, как команда, должны быть готовы к этому всегда. Və biz bir komanda kimi buna hazır olmalıyıq. Хорошо? Вторая вещь. Və ikinci şey, Хвалите, где можно хвалить. И мы не жадные на то, чтобы хвалить кого-то. və əgər lazımdırsa tərifləyin və biz xəsis deyilik tərifləməkdə. Потому что сердце Бога в этом. Çünki Tanrının ürəyi var bunda. Он хвалит нас во Христе Иисусе. O bizi İsa Məsihdə tərifləyir. Мы на самом деле недостойны этого. Əslində biz heç buna layiq deyilik. Но Он делает нас достойными. Amma o da bizi buna layiq Мы edən. на самом деле являемся грешниками. Əslində biz günahlııyıq, Но Он делает нас праведниками. lakin o bizi salih sayır. Потому что Он спас нас, Çünki bizi xilas и edir. Он дал нам жизнь. Bizə də həyat И verir. теперь Он не скупится в том, чтобы хвалить нас. Və indi o xəsislik etmir bizi tərifləməkdə. И есть некоторые стихи, которые я хотел бы сказать. Və bir neçə bənd var ki, bu haqda demək istərdim. Иова 1:8. Əyyub 1:8. Там говорится: нет такого, как Он. Бог говорит перед дьяволом. Видел ли ты Иова, раба моего? Və Tanrı iblisin qarşısında bunu deyir ki, ona Нет такого, как Он. bənzəri yoxdur. Потом Авраам, Исайя 41 глава 8 стихе. Sonra İbrahim, Yeşayan kitabı 48 Там говорится, что он был другом Авраама. Yeş Авраам был другом İbrahim dost idi. с Господом. 41 глава 8 стих. 41 8. Понимаете? Что это означает, чтобы быть другом Бога? Bu nə deməkdir Tanrının dostu olmaq? Всегда ли он был верным этому другу? Hər zamanlı mı o Tanrının dostu idi? Если мы читаем, мы видим, что было много, как бы сказать, падений и недоверия. Oxusaq görərik ki, çoxlu onun da düşmələri və etibarsızlığı var idi. Да, он доверял, но он не был идеален в этом. Bəli, o etibar edirdi, amma bunda kamil deyildi. Но Бог не скупился. Lakin Tanrı xəsislik etmədi. Но он говорит, что он мой друг, Dedi ki, o mənim dostumdur. лучший друг. Yaxşı dostumdur. Иисус, помните, сказал своим ученикам Və xatırlayırsınızsa İsa öz şagirdlərinə в deyirdi. Евангелии от Иоанна 15 главе. Yəhyanın müjdəsinin Вы, 15-ci друзья fəslində. мои. Siz mənim dostlarımsınız. И я могу открывать вам все. Sizə mən hər şeyi aça Я думаю, bilərəm. что это удивительно, да, когда ты понимаешь, что
Господь доверяет тебе. Və bu Он inanılmazdır. Sən открывается тебе. o zaman anlayırsan ki, Tanrı sənə etibar edir və Он sənə hər şeyi говорит тебе açır. о своих планах. O öz planları haqqında Это səninlə удивительное bölüşür. почитание. Это можно сказать, что Он на самом деле хвалит меня. Və bu çox inanılmaz bir ehtiramdır. Bu o deməkdir, yəni o məni tərifləyir. Также и насчет Давида. Eləcə də Davud barədə. 1 Царств, 13 глава, 14 стих. 1-ci Şamuel 14 neçə? 13 глава, 14 стих. 13-cü fəslin 14-cü bəndi. Там говорит, что Бог говорит, что Он был по сердцу моему. Və orada yazılıb ki, Tanrı deyir, o mənim ürəyimcə idi. Разве Он не знал о Məgər том, o как Давид bilmirdi ki, Davud necə günah edib? Если мы в тот раз мы сидели, подсчитывали, до чего он дошел в своем грехе. Öz günahında biz keçən dəfə baxırdıq, hara kimi gəlib çıxdı. Но мы видим, что он говорит, нет того человека, который был по сердцу моему, как Давид. Amma o deyir ki, mənim ürəyimcə Davud kimi bir kəs yoxdur ki, ürəyimcə olsun. И насчет Моисея. Eləcə də Musa barədə. Числа 12 глава, Sayılar 3 по 8 стихи. Sayılar 12 3-cü bənddən 8-ci bəndə qədər. Говорится, что Моисей был кратчайшим человеком. Yazılıb ki, Musa ən həlim insan idi. И он говорит о нем, что он является верным во всем моем доме. O yazılıb ki, o mənim evimdə hər şey barədə sədaqətlidir. И поэтому мы, в первую очередь, конечно, как руководитель и также члены команды, мы думаем друг о друге таким образом. Ona görə də ilk növbədə bir rəhbər kimi, sonra da komanda üzvü kimi bir-birimiz haqqında Мы belə можем düşünürük. хвалить друг друга. Biz bir-birimizi tərifləyə bilərik. И это хорошие, как бы, должны быть хорошие слова назидания. Bu yaxşı dikəltmə sözləri ola bilər. Третья вещь. Üçüncü şey isə относится также к руководителю. Используйте дары своей команды и не входите в соревнования. Bu da rəhbərə aiddir. Yəni öz komandanızın ənamlarından istifadə edin və onlarla rəqabətə girməyin. Müqayisəyə girməyin. Потому что Господь будет использовать их дары в служении. Çünki Tanrı onların ənamlarından istifadə edəcək. Чтобы stроить свою церковь. Ki öz kilsəsini tiksin. Я думаю, что здесь также есть руководители различных служений. Düşünürəm ki, burada indi müxtəlif xidmətlərin rəhbərləri var. И каждого есть своя команда. Və hər birinin öz komandası var. И мы должны думать, что это является удивительным благословением для нас. Biz düşünməliyik ki, bu bizim üçün inanılmaz bir Что Бог xeyir-duadır. дал вот этот дар этого человека, который имеет дар Святого Духа. Və Tanrı belə bir insanı bu cür ənamla verdi ki, o ənam müqəddəs ruhdandır. Чтобы созидать церковь. Ki kilsəni dikəltsin. Созидать какое-либо служение. Hər hansı bir xidməti dikəltsin. И не задается вопросом, что он делает что-то лучше меня. Və sual yaranmır ki, o nəyisə məndən də yaxşı edir. Потому что это его дар. Çünki bu onun ənamıdır. И мы не входим в это соревнование. Və biz bu müqayisəyə daxil olmuruq. Если он это делает, то пусть сделает это. Ki əgər o bunu edirsə, qoy etsin. И потому что это все для славы Божьей. Çünki bunların hamısı Tanrının izzəti üçündür. И мы не входим в соревнование с Господом. Və biz Tanrı ilə bu yarışa daxil olmuruq. Потому что Святой Дух дал людям дары. Çünki müqəddəs ruh bu ənamları verir Так, insanlara. как ему было угодно. Elə verir necə o istər. Öz istəyinə uyğun В olaraq. конце откроем Gəlin sonda Первое açaq. послание Коринфянам, Korinfillərə 1-ci məktubu, 12 глава. 13-cü Здесь fəsil. говорится о дарах Burada ənamlar haqqında danışılır. 14 стиха. 14-cü bənddən. И здесь интересное отношение людей. 1-ci Korinfillər 2-ci 12-14. Можно считать, что это как команда.
Bunu bir komanda kimi Потому hesab что etmək Павел olar. здесь говорит о теле и о членах тела. Çünki Pavel burada bədən haqqında və bədənin üzvləri haqqında danışır. И члены тела, они совершают какое-то служение, функционируют в теле. Və bədənin üzvləri müəyyən bir xidmət edirlər və bədəndə mövcuddurlar. И, конечно, здесь приводится, как бы сказать, человеческое тело в пример. Və burada əlbəttə ki, bir insan bədəni nümunə kimi göstərilir. И здесь мы видим, что есть различного рода отношения. Və biz görürük ki, burada müxtəlif növ münasibətlər var. И 14 стиха говорится, тело же не из одного члена, но из многих. Если нога скажет, я не принадлежу телу, потому что я не рука, то неужели она потому не принадлежит к телу? Если же ухо скажет, я не принадлежу телу, потому что я не глаз, то неужели оно потому не принадлежит к телу? 14-cü bənddən 17-ci bəndə qədər yazır ki, bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. Ayaq, mən əl olmadığıma görə bədənə aid deyiləm desə, bu səbəbdən bədəndən kənar deyil. Qulaq, mən göz olmadığıma görə bədənə aid deyiləm desə, bu səbəbdən bədəndən kənar deyil. Интересно, да, здесь? Maraqlı da burada. Что определенное тело, то есть часть тела, она говорит, что я не рука, потому я не принадлежу телу. Və maraqlıdır ki, bədənin müəyyən bir üzvü deyir ki, mən əl olmadığıma görə bədənə aid deyiləm. Или же я не принадлежу телу, потому что я не глаз. Və yaxud da ki, mən göz deyiləm deyə mən bədən də deyiləm. То есть мы можем потом на дискуссии говорить об этом. Biz sonra ünsiyyət vaxtı danışa bilərik. Здесь некое соревнование, Burada sanki bir yarışma var, некое сравнение, bir müqayisə var. которое не от Бога. Bu müqayisə də Tanrıdan deyil. Потому что есть определенные дары у различных членов команды. Və çünki komanda üzvlərində müəyyən ənamlar var. Понимаете? И они функционируют каждый Он- на своем месте. Və onların hər biri öz yerində fəaliyyət И göstərir. нам не нужно пытаться быть кем-то другим. Və bizə də lazım deyil ki, başqa bir adam kimi olaq. И нам не нужно игнорировать кого-то другого. Və lazım da deyil ki, başqasını inkar edək. Но нам нужно принимать его такой, какой он есть. Lakin onu olduğu kimi qəbul etməyimiz gərəkdir. И также себя в команде принимать такой, какой я есть. Eləcə də özümüzü olduğumuz kimi qəbul etməliyik. Дальше здесь интересно говорится. Və növbəti şey ki, burada deyilir, 17 стих. Если же все тело глаз, то где слух? Если же слух, то где обоняние? 17-ci bənd. Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iyi bilərdik? Понимаете? Мы не стремимся каждый делать что-то одно, которое, допустим, мне нравится, я хочу быть таким. Я хочу быть подобным такому человеку или члену команды. Və biz çalışmırıq ki, bunu edək ki, hamımız bir xidməti, bir ənamda inkişaf edək. Yəni, mən də o birisi kimi olmaq istəyirəm. Но я должен понимать и соглашаться с тем, что Бог поместил меня на особое место. Amma mən başa düşüb bununla razılaşmalıyam ki, Tanrı məni xüsusi bir yerə yerləşdirib. И что без меня, допустим, оно не будет функционировать. Ki, mənsiz, bax, bu xidmət dayanacaq. Понимаете? И также другой на своем месте. Eləcə də başqa birisi öz yerində. Потому что 18 говорит, Бог расположил члены каждый в составе тела, как ему было угодно. Çünki 18-ci bənd yazıb, amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. А если бы все было один член, то где было бы тело? 19-cu bənd. Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə Но olardı? теперь членов много, а тело одно. Amma indi isə üzv çox, bədən isə birdir. Понимаете? Тело
Христа, она не может функционировать полноценно, если члены тела, они не будут функционировать в своих дарах. Məsihin bədəni düzgün fəaliyyət göstərə bilməz əgər bədən üzvləri öz yerlərində fəaliyyət Еще etmirlərsə. одно мышление, о котором Павел здесь говорит. Daha başqa bir düşüncə ki, Pavel burada bu haqqda deyir. До этого как бы идет соревнование, то есть сравнение, Buna qədər bir yarışma, bir müqayisə var а idi. здесь как бы игнорирование. Amma burada isə artıq inkar var. И здесь говорится в 21 стихе. Не может глаз сказать руке, ты мне не надобна. Или также голова ногам, вы мне не нужны. 21-ci bənddə deyir ki, göz ələ sən mənə lazım deyilsən və yaxud baş da ayaqlara siz mənə lazım deyilsiniz deyə bilməz. Понимаете? И поэтому, когда мы сегодня размышляем о команде, Bu səbəbdən də biz komanda haqqında düşünərkən bu gün то мы понимаем, что Бог дал эти дары каждому особым образом. biz anlayırıq ki, Tanrı hər kəsə xüsusi yolla bu ənamları verib. И мы почитаем каждого человека. Və biz hər kəsə ehtiram edirik. И мы понимаем, что это благословение от Бога. Və biz başa düşürük ki, bu Tanrıdan olan bir xeyir-duadır. Мы не думаем о себе меньше, чем нужно думать. Biz özümüz haqqımızda lazım olandan az Мы не düşünmürük. уничижаем себя в команде, думая, что я такой незначительный человек. Və özümüzü də aşağı tutmuruq ki, komandada mən ən lazımsız bir kəsəm. Или же я не слишком о себе высокого мнения, что я лучше всех. Və yaxud da ki, özüm haqqında çox yüksək fikirdəyəm ki, mən hamıdan da yaxşıyam. Но у меня есть смирение. Lakin məndə həlimlik var. Я понимаю, что Бог поместил меня на это место. Mən anlayıram ki, Tanrı məni bu yerə И все, yerləşdirib. что мне нужно, быть доступным для Бога. Və yeganə şey ki, mənə lazımdır, Tanrı üçün əlçatan olmaq. Потому что это принесет славу Господу. Çünki bu Tanrıya izzət gətirər. Аминь. Amin.